Bismillahirrahmanirrahim və bihi nəstəin, innəhu xayru nəsirin və mu'in. Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. İnşallah bugün mənfi xüsusiyyətlərin mənbəyi haqqında söhbət edəcəyik. Yadınızdadırsa, ötən bəhslərimizdə qeyd etdik ki, bütün gözəlliklərin və yaxşı xüsusiyyətlərin əsas 4 dənə mənbəyi var. Və şübhə yoxdur ki, belə deyək də, hər bir gözəl sifətin qarşısında, müqabilində nə dayanır? Bir mənfi xüsusiyyət dayanır, mənfi sifətlər dayanır. Əgər hər bir gözəl sifətin 4 dənə mənbəyi, mənşəyi varsa, mənfi xüsusiyyətlərin də 4 dənə mənbəyi var. Çünki bunlar bir-birinə ziddirlər, bir-birinin müqabilində dayanırlar. Baxın, birincisi nədir bunlardan? Bunların birincisi hikmət sifətidir ki, hikmət sifətinin ziddi cəhalətdir. Yəni, hikmət dedik, yaxşılıqların mənbəyidir və onun müqabili də cəhalətdir ki, bu da pisliklərin mənbəyidir təbii olaraq. Bunların ikincisi isə şücaətdir ki, şücaətin ziddi nədir? Qorxaqlıqdır ki, şücaətin müqabilində qorxaqlıq sifəti dayanır. Üçüncüsü isə iffətdir ki, bunun da ziddi nədir? İffətsizlik, abırsızlıq və həyasızlıqdır ki, bu gözəl sifətin müqabilində bu mənfi sifət dayanır. Dördüncüsü isə, hörmətli izləyicilər, ədalət sifətidir ki, təbii olaraq bunun da ziddi zülmdür, ədalətsizlikdir ki, dedik, bunun biri gözəl xüsusiyyətdir, qayıdır 4 dənə sifətdən birinə, digəri isə mənfi xüsusiyyətdir ki, qayıdır 4 dənə mənbədən birinə. Və bunu da diqqətinizə çatdırım ki, hər hansı bir fəzilət olursa olsun, onlar üçün müəyyən bir hədd-hüdud hesab olunubdur. Fərq eləmir, istər ifrat olunsun, istər təfrit olunsun, əgər bunlar olsa, insandakı həmən o gözəl xüsusiyyət belə artıq bir qəbahətə çevriləcək, bir yanlışa çevriləcək. Ona görə insan gərək diqqət eləyə, hər bir şeydə orta həddi qorumağa çalışa. Əgər biz, belə deyək də, fəzilətlə qəbahəti bir dairəyə bənzətsək, o zaman dairənin orta nöqtəsi olar, belə deyək də, fəzilət və ondan kənara çıxılsa, o orta nöqtədən kənara çıxılsa, onda insan qəbahətə, səhvə düşər, yanlışlıqlara və günaha gedər, çıxar. Dairənin orta nöqtəsi ki, biz qeyd etdik, həmin o fəzilətdir, onun müqabilində, məsələn, ətrafında sonsuz həddə çoxlu nöqtələr var ki, gedər, binəhayətdir, gedir, hara kimi desən, gedir, çıxır və bu o deməkdir ki, hər bir fəzilətin müqabilində sonsuz, belə deyək də, nöqsanlar var. Hər bir fəzilətin müqabilində hədsiz dərəcədə, hədsiz saysız dərəcədə nöqsanlar və səhvlər var. Gərək insan təlaş eləyə, diqqətli ola ki, o müstəqim düz yoldan sağa, sola çıxmasın. Buna görə də mərkəz nöqtə ki, biz qeyd etdik, mərkəz nöqtənin üzərində sabit qədəm qalmaq, düz getmək həqiqətən də çox-çox çətin məsələdir. Ondan əgər bir insan bir addım sağa ya sola, önə, arxaya qoysa, mərkəz nöqtədən kənarlaşsa, istər-istəməz səhvə və xətaya düçar olar. Elə ona görə də Allah Təbarək və Teala Hud surəsinin 112-ci ayəsində Həzrəti Peyğəmbər salavatullaha xitab edərək buyurur ki, Bismillahirrahmanirrahim, Fəstəqim kəmə umirtə və mən təbə mə'əkə və lə tədğav. Sənə əmr edildiyi kimi, sən də, səninlə birlikdə tövbə edənlər də neyləyin? Doğru yolda olun və həddi aşmayın. Ayənin ardınca buyurur ki, İnnəhu bimə tə'məlunə bəsir. Çünki o sizin nə etdiklərinizi görür. Yəni, diqqət edin, bu ayə insanların doğru yolda olmasını, doğru yoldan çıxmamasını insanlara buyurur. Ona görə də Həzrəti Peyğəmbər salavatullah buyurur ki, Şəyyəbtəni surəti Hud. Hud surəsi
məni qocaltdı. Yəni bu ayə nazil olandan sonra Peyğəmbər salavatullah öz səhabələrinə buyurur ki, Hud surəsi məni qocaltdı. Yəni həqiqətən də doğru yolda olmaq, doğru xəttdə sabit qədəm olaraq qalaraq getmək həqiqətən də çox çətin məsələdir. Allah Taala bizləri daim düz yolda sabit qədəm olan bəndələrindən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.